Heç kofe və çayda olan kafeinin necə bizi oyaq və cümrah tutduğunu düşünmüsüz? Sən də öyrən. Bizə dəstək olmaq üçün videonu bəyənib səhifəni izləməyi unutmayın. Məqsədimiz Azərbaycanın ən böyük elm kanalı olmaqdır. Dəstəyiniz yeni paylaşımların daha tez çıxmasına kömək edəcək. Hər il dünyada 100 min tondan çox kafein istehlak olunur. Bu 14 Eyfel qülləsinin çəkisinə bərabərdir. Bu kafeinin çoxu qəhvə və çayda istehlak olunur. Amma o həmçinin bəzi qazlı içkilərdə, şokoladda, kafein tabletkaları və hətta dekaf adlanan içkilərdə də olur. Kafein bizə kifayət qədər yatmamış olsaq belə oyaq, diqqətli, xoşbəxt və enerjili hiss etməyə kömək edir. Amma o həmçinin qan təzyiqimizi qaldıra və özümüzü narahat hiss etməyimizə səbəb ola bilər. Bu dünyada ən geniş istifadə olunan stimulyatordur. Bəs o bizi necə oyaq saxlayır? Kafein bitkilərdə əmələ gəlib. Orada bir neçə məqsədə xidmət edir. Yüksək dozlarda müəyyən növlərin yarpaqları və toxumlarında olan kafein həşəratlar üçün zəhərlidir. Amma onlar bunu nektarda olduğu kimi aşağı dozlarda qəbul etdikdə, bu əslində onlara çiçəkləri xatırlamağa və yenidən ziyarət etməyə kömək edə bilər. İnsan bədənində kafein mərkəzi sinir sistemi üçün stimulyator kimi fəaliyyət göstərir. O bədənin əsas yuxu gətirən molekullarından birini, adenozin adlanan bir maddəni bloklayaraq bizi oyaq saxlayır. Sənin bədənin daimi enerji təchizatına ehtiyac duyur. Bunu isə ATP adlanan yüksək enerjili molekulun parçalanması ilə əldə edir. Bu proses zamanı ATP-nin kimyəvi skeleti olan adenozin ayrılır. Beynindəki neyronlarda bu molekula tam uyğunlaşmış reseptorlar var. Adenozin bu reseptorlara bağlandıqda o neyronların daha ləng atəş etməsinə və vacib beyin siqnal molekullarının azalmasına səbəb olan bir sıra biokimyəvi reaksiyaları aktivləşdirir. Başqa sözlə desək, sən yuxulu olursan. Adenozin reseptorunun əzəli düşməni olan kafein bu yorğunluq reseptorlarını bloklayaraq neyronlarını ləngidən bu prosesi pozur. Kafein və adenozinin oxşar molekulyar quruluşa sahibdir. O qədər yaxın ki, kafein adenozin reseptorlarına sığa bilir, amma onları aktivləşdirəcək qədər yaxın deyil. Ümumiləşdirsək, adenozin sənin neyronlarını inhibə edir. Kafein isə inhibitoru inhibə edir, yəni səni stimullaşdırır. Kafein həmçinin müsbət hissləri gücləndirə bilər. Bəzi neyronlarda adenozin reseptorları dopamin adlanan başqa bir molekulun reseptorları ilə bağlıdır. Dopaminin beyindəki rollarından biri zövq hisslərini artırmaqdır. Adenozin bu qoşulaşmış reseptorlardan birinə bağlandıqda, bu dopaminin öz yerinə oturmasını çətinləşdirə bilər və onun əhval-ruhiyyəni yüksəldən işini pozur. Amma kafein adenozinin yerini tutduqda eyni effekti yaratmır və dopamin öz yerinə sərbəst keçə bilir. Kafeinin adenozin və dopamin reseptorlarına təsirinin uzun müddətli faydaları da ola biləcəyinə dair sübutlar var. Parkinson, Alzheimer və bəzi növ xərçəng xəstəlikləri riskini azaltmaq kimi. Kafein həmçinin bədənin yağ yandırma qabiliyyətini artıra bilər. Əslində, bəzi idman təşkilatları kafeinin idmançılara haqsız üstünlük verdiyini hesab edib, onun istehlakına məhdudiyyətlər qoyublar. 1972-ci ildən 2004-cü ilə qədər olimpiya idmançıları yarışmaq üçün qanlarında kafein konsentrasiyası müəyyən miqdardan aşağı olmalı idi. Əlbəttə, kafeinin bütün təsirləri belə faydalı deyil. O səni özünü daha yaxşı və diqqətli hiss etdirə bilər. Amma həmçinin ürək döyüntünü və qan təzyiqini qaldıra, tez-tez sidiyə getmə və ya ishala səbəb ola, yuxusuzluq və narahatlığa töhfə verə bilər. Üstəlik, kafeinin tapıldığı qida və içkilərin özünün də bədəninə öz təsirləri var ki, bunlar da nəzərə alınmalıdır. Sənin beynin kafeinin müntəzəm istehlakına uyğunlaşa bilir. Əgər adenozin reseptorların daim tıxanmış olarsa, bədənin əlavə reseptorlar istehsal edəcək. Bu sayədə kafein olsa belə, adenozin yenə də beyinə gücü azalt siqnalını vermə işini görə biləcək. Buna görə də özünü eyni dərəcədə oyaq hiss etmək üçün getdikcə daha çox kafein istehlak etməli olduğunu görə bilərsən. Getdikcə zəbt olunmalı, daha çox reseptor yaranacaq. Həmçinin, əgər sən birdən-birə kafeindən imtina etsən, xoşagəlməz nəticələrlə özləşməli ola bilərsən. Bol reseptorlar və heç bir rəqabət olmadan adenozin həddindən artıq işləyə bilər. Bu da baş ağrısı, yorğunluq və depressiv əhval-ruhiyyə kimi simptomlara səbəb olur. Amma bir neçə gün ərzində əlavə adenozin reseptorları yox olacaq. Bədənin yenidən tənzimlənəcək və sən dünyanın ən populyar stimulyatorundan asılı olmadan belə özünü eləcə oyaq hiss edəcəksən.